İlk öncə başladım İslam dinini tam dərindən araşdırmağa, xristianlıq, Yəhudi sistemi, Buddizm, Zen fəlsəfəsi, Oshoya qədər getdi, Konfutsius falan. Belə-belə getdik. Bir müddət sonra özümü artıq Şumer tabletlərində tapdım. Qədim Şumer sistemi, sonra Babil sistemini öyrəndim. Orada tanrılar var, Amon, Ra, ilahilər. Baxdım ki, bütün dinlər də daxil, hər şey əsasını bir nöqtədən götürür, bir başlanğıcdan, hətta bütün mədəniyyətlər. Biz bunları araşdıranda sirrə doğru yaxınlaşırsan. Amma eyni zamanda da içimdə bir tərəddüd hissi var. O hiss nədir? Ya hər şey yalandısa? Çünki insanın bilgisi artdıqca və araşdırdıqca o təsdiq artıq içindəki o möhtəşəm dindar insanı daha materialist insana çevirir. İçindəki çox yaxşı insanı daha soyuqqanlı insana çevirir. Ya birdən sirri öyrənərdim və bütün həyat eşqim sönərdi.